Gözəl göyçək qızdır, görürsən ona niyə xəyanət edilib? Belə sualları çox tez-tez verirlər. Xəyanətin səbəbi çünki tamamilə başqa bir məsələ ilə bağlıdır. İki insan arasında əgər hardasa emosional bağlılıq olmadığı təqdirdə, insanlar bir-birini qane etmədiyi təqdirdə xəyanət baş verə bilər. Yetkin insan əgər nədənsə qane olmursa, ehtiyacları təmin olunmursa, o bu barədə ya danışa bilər, ya ümumiyyətlə ayrıla bilər, sonra get bir başqa bir kimsəni həyatına daxil elə. Amma sən münasibətdə ola-ola xəyanət edirsənsə, deməli sənin mənliyin buna razılıq verir. Yox, məndən asılı olmamış bir səbəblər var idi, ona görə mən bu addımı atdım, bir daha olmayacaq deyilirsə, təbii ki, bu sadəcə olaraq bir bəhanədir, bir müdafiə mexanizmi olaraq insan özünü sanki bu vəziyyətdən xilas etmək istəyir. Amma əsas problem odur ki, insan yaranmış münasibətdəki boşluqları aradan qaldıra bilmir. Amma buna nail olmaq olar və yalnız münasibətləri ailə diaqnostikasında, ailə terapiyasında müzakirə etməklə münasibətləri düzgün bir formada peşəkar yolla həll etmək mümkündür.